Ağcabədi rayonu Hinnар qəsəbəsində yanğın hadisəsi baş vermişdi. Namazov Tofiq Attıxanoğlu. Allah Tofiq əmiyə və cəmi dünyasını dəyişənlərə rəhmət eləsin. Amin inşallah. Həqiqətən çox azanacaqlı bir vəziyyətdir. İlin günün bu vaxtı kimi seviyana. Allah Taala heç bir kəsə qismət eləməsin. Amin inşallah. Və mən xalqıma inanıram ki, bu ailəyə bir yumruq kimi birləşib dəstək olacağam. İnşallah. Ailənin kart hesabıdır. Və Hinnarxında aşağı tərəfdə Fədalin çayxanasına dəftər qoyulubdur. Kimin nəyə gücü satırsa Fədalin çayxanasına dəftərə qeydiyyatdan keçsin və kart hesabına kimin nəyə gücü satsa dəstək olsun və bu mənim öz telefon nömrəmdir. Kim də bu karta pul atsa, çekin çəksin, xahiş edirəm mənə atsın. WhatsApp-da mənə göndərsin, xahiş edirəm. Mən də inanıram ki, hər kəs də bu ailəyə maddi və mənəvi cəhətdə dəstək olacaq. Bir yumruq kimi birləşib, inşallah bu ailəni sevindirəcəyik. Evin sahibidir. Özü təqdim edin zəhmət olmasa. Namaz olsun, olmaz İslam olsun. Evin sahibi mən olmuşam, bir də nəvələrim olub. Çöldə olublar. Bir də girmişəm ki, ev yanır. İşıqdan pazar eləyir, nətər olub bilmirəm, nəysə ev yanır. Cəhd elədim, keçirdim, keçirə bilmədim. Fövqəladə töküldü gəldi, indi nəyim var yanır, heç nəyim qalmıyor. Heç nə yatacaqmı, ya yeməkmi, qonumda, qonşuda qalırıq. 4 dənə də gələcəyin əskərini saxlayıram. Körbədir, 10 baş ailəyəm. Nəyə gücüm çatır kömək edin, ay oğul, başına dönür. Dövlət tərəfindən qurumlar gəlib baxıblarmı? Baxıblar. Evin qupçası olmadığına görə tam olaraq kömək edə bilmirlər bildiyimə görə. Köməkli yer, sığortası yox, qupçası yox. Gəl bu Hindarxanın neçə min əhalisi var, görək hansını qoyur. Bəlkə 30 nəfərin ya qupçası var, ya sığortası var. Mən də onun içində başsız ailəyəm. Külfət yəsiyəm, pensiya baxan bir adamam. Yoldaşınız dünyasını dəyişib də. Yoldaşım dünyasını dəyişib, özümün 70 yaşım var. Heç nəyə gücüm çatmır da, yəni balalarımla qalmışıq çöldə. Nəvələrinizdən, övladınızla qalsınız da bu evdə bildiyimə görə. Nə yatacaq var, ya qarqaşı var, hər şey məhv olub. Bir anlığa 10 dəqiqənin içində hər şey məhv olub. Nə deyim? Allah kömək olsun.